Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala Resulina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Bugün İbnül Qayyimin Dərd və Dəva kitabından inşallah birinci fəslə başlayırıq. Dua ən faydalı davalardandır, yəni dərmanlardandır, deyir müəllif. O bəlanın düşmənidir, ondan qoruyur və müalicə edir. Gəlişinin qarşısını alır və onu aradan qaldırır və ya yüngülləşdirir. O müminin silahıdır. Hakim Səhihində Əli ibn Əbu Talibdən rəvayət edir ki, Rasulullah sallallahu aleyhi ve sellem buyurmuşdur. Dua müminin silahı, dininin dirəyi, göylərin və yerin nurudur. Dua müminin silahı, dininin dirəyi, göylərin və yerin nurudur. Duanın bəla ilə üç baxımından əlaqəsi vardır. Birincisi, bəladan daha güclü olar və onu dəf edər. İkincisi, bəladan daha zəif olar və onun qarşısında aciz qalar. Nəticədə qul ona düçar olar. Lakin zəif olmasına baxmayaraq bəzən onu yüngülləşdirə bilər. Üçüncüsü, hər ikisi eyni güclü olar və bir-birinə təzyiq göstərər. Və buradan anladığımız odur ki, yəni dua əgər bəladan üstün olarsa, o bəlanı tamamilə insandan dəf eləyər və hətta nə edər? Onunla bir yerdə fayda da gətirər onun üzərində. Bəzən isə dua bəladan zəif olar, bəlanın müəyyən hissəsini dəf eləyər, bəzən isə eyni bərabərdə olar, ən azından bəlanı tamamilə dəf etmiş olar. Bu duanın üçündə faydadır gördüyümüz kimi. Hakim öz səhihində Ayşənin belə dediyini rəvayət etmişdir. Allahın elçisi sallallahu aleyhi ve sellem mənə buyurmuşdur. Tədbirlilik qədərdən güclü deyildir. Duanın isə Allahdan nazil olana da, olmayana da faydası vardır. Bəla gələr və dua ilə qarşılaşar. Beləcə qiyamətə qədər savaşarlar. Yəni, bu hədisdə həsən hədisdir. Bir də oxuyuram, tədbirlilik qədərdən güclü deyil. Yəni, sən nə qədər tədbir görsən də, qədərin önünə keçə bilmərsən. Duanın isə Allahdan nazil olana da, olmayana da faydası vardır. Yəni, Allah subhanahu wa ta'aladan sənə bir bəla nazil olacaqsa və yaxud da olmayacaqsa, hər bir halda Allah subhanahu wa ta'ala və yaxud da xeyir nazil olacaqsa, olmayacaqsa, hər bir halda dua nədir deyir? Buna fayda göstərir. Yəni, birbaşa Allah ta'ala tərəfindən nazil olana da deyir, fayda göstərir. Bəla gələr və dua ilə qarşılaşar, beləcə qiyamətə qədər onlar savaşarlar deyir. Yenə orada keçən və İbn Ömərdən rəvayət olunan hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurmuşdur. Duanın Allahdan nazil olana da, olmayana da faydası vardır. Elə isə ey Allahın qulları, dua etməkdən əl çəkməyin. Dua etməkdən əl çəkməyin. Orada keçən və Söhbandan rəvayət olan başqa bir hədisdə deyilir. Qədərə yalnız dua təsir edər, ömrü yalnız xeyirxahlıq uzadar. İnsanın özünü etdiyi günahları isə ilə ruzidən məhrum edər. İnsanın özünü etdiyi günahları ilə ruzidən məhrum edər. Buradan bir məsələni aydınlaşdırmaq lazım. Qədərə yalnız dua təsir edər, ömrü yalnız xeyirxahlıq uzadar. Burada qədərə yalnız dua təsir edəndən qəsd olunan odur ki, bu Allah subhanahu wa ta'alanın ya insana doğulanda yazdığı, ya Qədr gecəsində yazdığı qədər burada nəzərdə tutulur. Allah subhanahu wa ta'alanın yanındakı lövh-i məhfuzdakı qədər isə dəyişməzdir. Necə ki, Allah subhanahu wa ta'ala nə deyir? Rad surəsində, yəni bu qədərlə bağlı surədə Allah subhanahu wa ta'ala deyir ki, Allah ta'ala istədiyini silər oradan, istədiyini də yəmhullahu mə yəşə və yuthbit və indahu ummul kitab. İstədiyini silər, istədiyini saxlayar və kitabın əsli də onun yanındadır. Bunu da Əli ibn Əbu Talib radiyallahu anh belə təfsir edir ki, bu nədir? Bu digər qədərlərdir ki, bunlar dəyişir, amma kitabın anası Allah subhanahu wa ta'ala yanındadır. O əsla etməz, dəyişməz və sonra ömrü yalnız xeyirxahlıq uzadar. Və bu hissəsinin də şərhində o deyilir ki, ömrü uzadan deyildikdə insanın qədərinə təsir edib dəyişməyə nəzərdə tutulur, yoxsa ümumiyyətlə insanın həyatın bərəkətlənməyə nəzərdə tutulur. Hər iki görüşü müdafiə edən alimlər olmuşdur. Vallahu aləm, hər ikisi də doğru olmuş ola bilər. Həm həqiqətən də insan xeyirxahlıq etdiysə ömrünə bərəkət qatılır, həm də buna bənzər başqa bir hədis, yəni qohumluq əlaqələrini saxlamaq da insanın ömrünü uzadır. Bunlardan qəsd olunan nədir? Ya qədərdə, belə deyək, doğulanda və yaxud da Qədr gecəsində yazılan qədərə təsir edərək uzadır və yaxud da nədir? Və yaxud da insanın ömrünü bərəkətləndirərək dəyərli edir və uzatmış olur. İnsan öz etdiyi günahları ilə də ruzisindən
məhrum edilir. Bəli, bəzən insan öz etdiyi günahları ilə deyir, ruzisindən məhrum olunur. Bu cümlə həqiqətən ibrətamiz cümlə. Təsəvvür edin, çünki Allah subhanahu wa ta'ala insan üçün bəzən bir ruzini yazır və insanı o ruzi gözləyir. Lakin insanın yolda bir günah etməsi, o ruziyə gedən yolda günah etməsi onun o ruzini əldə etməsinə də əngəl olur, mane olur. Yəni ona yazılan o ruzinin ona çatmasına mane olur. Halbuki o günah etməsəydi, onun üçün yazılan ruzi gələcəkdi. Və beləliklə burada iki balansı görə bilirik ki, dua bəzən bəlanı dəf edir, günah isə gələn əksinə xeyri dəf edir. Dua bəlanı, günah isə gələn xeyri dəf edir. İkinci fəsil, ən faydalı davalardan biri, yəni dava deyildikdə burada dərman nəzərdə tuturuq, ən faydalı davalardan biri duada son dərəcə qərarlı və israrlı olmaqdır. İbn-i Macə Sünənində Əbu Hüreyrədən Peyğəmbərin sallallahu aleyhi və səlləmin belə buyurduğunu rəvayət etmişdir. Kim Allahdan istəməzsə, Allahın ona qəzəbi tutar. Burada nəyə görə sırf bu cür Allah Rasulullah səlləm bu cür nə bildirir? Çünki Allah subhanahu wa ta'alanın yaratdığı hər bir məxluq Allah subhanahu wa ta'alanın quludur. Və Allah subhanahu wa ta'ala bunları yaratma qayəsi ibadətdir. Və qul dua etdiyi zaman sadəcə öz ehtiyacını istəmiş olmur. Eyni zamanda Allah subhanahu wa ta'alaya qulluq vəzifəsini yerinə yetirmiş olur. Və insan o qulluq vəzifəsini tərk etdiyi zaman Allah subhanahu wa ta'ala ona qəzəbi tutar. Ki, xəzinələrin açarı mənim yanımda olduğu halda sən nə isə qaçırsan. Allah qorusun, bu bir növ münafiqlərin sifətidir ki, onlar Allah haqqında Allah subhanahu wa ta'ala ki, وَلِلَّهِ خَزَائِنُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَلَكِنَّ الْمُنَافِقِينَ لَا يَفْقَهُونَ. Yerin, göyün xəzinələri Allahın əlindədir, amma münafiqlər bunu dərk etmirlər. Və biz bunu bilə-bilə Allah subhanahu wa ta'ala istəməyə əvəzinə səbəblərini də ancaq astığımız zaman Rəbbimizin də bizə nə edir? Qəzəbi tutar. Hakimin səhihində Ənəs ibn Malikdən rəvayət olunan hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur. Duada acizlik göstərməyin. Dua ilə heç kəs məhv olmaz. Dua ilə heç kəs məhv olmaz. Və buna bənzər bir sözü bilirsiniz. İbrahim əleyhissalam Quran-ı Kərimdə də deyir ki, və əsə əllə əkunə biduai Rabbi şəqiyyə və yaxud da Zəkəriyyə əleyhissalam da ola bilər. Mən Rəbbimə dua etməklə heç vaxt bədbəxt olmaram. Və Allah Rasulullah dedi ki, dua ilə heç kəs məhv olmaz. Əvzai nəql edir ki, Zühri Urva vasitəsilə Ayşədən radiyallahu anhdan belə buyurduğunu rəvayət etmişdir. Allah duada israrlı olanları sevər. Allah duada israrlı olanları sevər. Və dediyim kimi, burada duadan da həm Allah subhanahu wa ta'ala verdiyi şeydən heç bir şey əskilmir zaten. Allah subhanahu wa ta'ala verdiyi, necə ki bir hədisdə deyir, sizin əvvəlinciniz, axırıncınız, insanınız və cininiz, hamınız bir yerə yığışsanız və hər kəs öz istədiyini Allahdan istəsə və Allah ta'ala onlara hamısı istədiklərini versə və deyir, bu mənim mülkümdən sadəcə iynənin dənizdən götürəcəyi qədər azaldar. Yəni burada da təşbih var. Şübhəsiz ki, bu nədir? Kinayə olaraq ki, yəni Allah subhanahu wa ta'ala mülkünə heç bir şey azaltmaz. Və həmçinin dediyimiz kimi dua Allah subhanahu wa ta'ala olan bir qulluq borcudur. Ona görə də duada israrlı olanlar Allah subhanahu wa ta'ala sevir. Necə ki, öncəki hədisdə dedi ki, kim dua etməzsə Allahın ona qəzəbi tutar. Eləcə də Allah duada israrlı olanları da sevir. İmam Əhmədin Zühd kitabında Qətədədən gələn rivayətdə Müvarriq demişdir. Möminə yalnız belə bir misal çəkə bilərəm ki, o dənizin ortasında bir taxta parçasından yapışar və bəlkə də izzət və cəlal sahibi Allah onu xilas edər deyə ey Rəbbim deyərək dua edər. Və burada qəsd olunan şeyi tam anlamadım, amma zənn edirəm ki, burada qəsd olunan, yəni dənizin ortası belə olsa, yapışdığı bir şey kiçik belə olsa, Allaha təvəkkülündən və Allah subhanahu wa ta'ala onun duasını qəbul edəcəyinə əminliyi, Allah subhanahu wa ta'ala güvənməsinə görə o adam nə edər? Ya Rəbbim, ey Rəbbim deyərək dua edər. Yəni bu halda belə duaya sarılar. Üçüncü fəsil, duanın qəbul olunmasına tələsmək. Duanın təsirlilik qüvvəsinə mane olan bəlalardan biri də qulun öz duasının tez qəbul olunma istəyi və qəbul olunmadığını gördüyü zaman isə ondan əl çəkib daha dua etməməsidir. Təəssüf ki, bu çoxlarımızın halıdır. Və müəllif davam edir. Bu bir əkin əkib, onu tələsik sulayıb və tezliklə məhsul gözləyən, ancaq məhsulun bu tezlikdə gəlmədiyini görüb onu tərk edən kəsə bənzəyir. Və burada diqqət etsəniz, həqiqətən bir çoxlarımızın halı bu cürdür. Biz bir şey Allah subhanahu ta'ala istəyərkən bir gün, bir həftə, 10 gün və ya maksimum bir ay istəyirik və daha sonrasında artıq
olmadı deyə vaz keçirik. Halbuki gör necə gözəl misal verir müəllif. Deyir ki, bu əkin əkməyə bənzəyir. Necə sən toxumu may ayında bastırırsan və təzədən nə vaxt sentyabrda, oktyabrda, noyabrda və yaxud da bəzi şeyləri bu biraz belə deyək, tez bir misal oldu. Amma düşünün ki, elə vaxt olur ki, sən bir ağac əkirsən, 7 ildən sonra, 10 ildən sonra məhsul götürürsən. Və təəssüf ki, biz bəzən duaları çox tez kəsirik. Halbuki bəlkə də Allah Subhanahu taala o duanın biz onu bir əkin kimi əkib, becərib, daim belə deyək, suvarıb, daim o duanı israrla edəcəyik. Bəlkə də Allah Subhanahu taala 10 ildən sonra, 15 ildən sonra qəbul edəcək, bunu bilmirik. Müəllif davam edir. Buxarinin səhihində Əbu Hüreyrədən rəvayət olunan hədisdə Allahın Rasulü sallallahu aleyhi və səlləm buyurmuşdur. Sizin dua etdim ancaq qəbul olmadı deməyib və tələsmədiyiniz dua qəbul olmar. Allah aleyhissalatü vesselam açıq şəkildə deyir. Sizin dua etdim amma qəbul olmadı deməyib və tələsmədiyiniz dua qəbul olmar. Dolayısıyla bizi Allah Resulü səlləm duada israra, duada davamlılığa təşviq edir. Müslimin səhihində yenə də Əbu Hüreyrədən rəvayət olunur ki, Rasulullah sallallahu aleyhi və səlləm dedi, qul pis bir iş üçün və ya qohumluq əlaqəsinin pozulması üçün dua etməzsə və duanın qəbul olunmasında da tələsməzsə, onun duası qəbul olunur. Ətrafdakılar soruşdular, ey Allahın Rəsulu, tələsmək necə olur? Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu, qul dua etdim, ancaq qəbul olmadı. Dua etdim, ancaq qəbul olmadı deyərək duasını kəsər və ondan əl çəkər. Biraz öncə verdiyimiz misaldakı kimi. Əhmədin Müsnədində Ənəsdən rəvayət olunan başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur. Qul tələsməzsə hər zaman xeyir içində olar. Ətrafdakılar soruşdular, ey Allahın Rəsulu, tələsmək necə olur? Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu, o, Rəbbimə dua etdim, amma qəbul olmadı deyər. Bəli, buradan da dua məsələsində istiqrarlı olmaq, daimi dua etməyə təşviqi görə bilirik. 4-cü fəsil, duanın müstəcəb vaxtları. Əgər dua sidq ürəkdən edilər və duanın qəbul olunduğu bu 6 vaxtdan birinə, burada 6 xüsusi vaxt qeyd olunur, bunları sayır. Gecənin son 1/3 hissəsi, əzan vaxtı, əzanla iqamə arası, fərz namazlarından sonra, imamın cümə günü minbərə çıxmasından namaz qılana qədər olan vaxt kəsi və həmin günün əsr namazının vaxtının son hissəsinə təsadüf edərsə. Bu 6 xüsusi vaxt. Eyni zamanda qəlbdə xüşu olarsa, Rəbbi qarşısında tam acizliklə əyilib yalvarar, üzünü qibləyə tutar, paçlanmış, yəni qüsül və dəstəmazlı olar, əlini Allah Taalaya qaldırar, duasını Allaha həmdü sana ilə başlayar, sonra qulu və elçisi olan Muhammedə sallallahu aleyhi və səlləmə salavatla davam edərsə, tövbə edər və bağışlanma diləyərsə, sonra duasına keçər. Diqqət edirsiniz, burada müəllif duanın ədəblərini, yəni bu 6 vaxtdan birində və bu şəkildə, paş bir şəkildə və digər vasitələri ki, həmdlə başlayır, sonra salavatla, sonra Allaha günahlarından tövbə edir, Allahdan bağışlanma diləyir. Ondan sonra qədim duada bu 4 ardıcıllığı unutmamaq lazımdır. Həmdlə başlamaq, Peyğəmbər sallallahu əleyhi və səlləmə salavat göndərmək, tövbə və istiğfar etmək, tövbə və istiğfar və ikisinin bir də səbəbləri 3 şey. Bunları etdikdən sonra artıq öz duasına keçir və ondan sonra duasına da keçərkən, dua əsnasında da Allah Subhanahu taala deyir, ona ad və sifətləri ilə onun ibadətdə tək Tanrı olduğunu dilə gətirməklə təvəssül edərək dua edərsə. Bu 4-cü məsələ ki, dua edərkən, dua əsnasında Allah Taala'nın isim sifətlərini zikr etməsi, bunlarla Allah Subhanahu taalaya təvəssül etməsi. Bu 4-cü. 5-ci, duadan əvvəl bir sədəqə və ya yaxşılıq edərsə. Bütün bunlardan sonra duasının qəbul olunması mümkünsüz olar. Duasının qəbul olunmaması mümkünsüz olar. Xüsusilə də Rasulullah sallallahu aleyhi və səlləmin çox ehtimal qəbul olacağı barədə xəbər verdiyi dualar edilərsə, həmin duaların qəbul olunması realdır. Həmçinin Allahın ən böyük adının olduğu dualar da bu cür dualardandır.
burada qeyd etmək istədiyim müəllifin, yəni bəzi dualar var. Peyğəmbər sallallahu əleyhi və səlləm bəzi hədislərində deyir ki, kim Allaha belə dua edərsə o qəbul olunar. Və yəni bu vasitələri müəllifin saydığı 6 vaxtda hazır şəkildə qəlbi və s. hazır şəkildə eləyərsə və dediyi kimi həmdlə başlayıb, salavatla, istiğfarla, qabaqcadan sədəqə verməklə, Allahın isim sifətlərindən də istifadə edərsə deyir və bir də burada istifadə edərsə Peyğəmbər sallallahu əleyhi və səlləmin o təkid edici dualarını, o zaman deyir bunun qəbul olmaması mümkün deyil. Və müəllif davam edir. Sünəndə və İbn Hibbanın səhihində Abdullah İbn Büreydən atasından rəvayət etdiyi hədisdə bildirilir ki, Rasulullah sallallahu əleyhi və səlləm bir kişinin Allahım, səndən diləyirəm, şəhadət edirəm ki, sən Allahsan, səndən başqa ibadətə layiq ilah yoxdur, sən təksən, heç kəsə möhtac qalmayan, doğulmayıb, doğmayan və tay bənzəri olmayansan dediyini eşitmiş və buyurmuşdu. O Allahdan elə bir adla istədi ki, onunla istənilsə Allah bəxş edər. Dua edilsə duanı qəbul edər. Başqa bir mətndə sən Allahdan onun ən əzəmətli adıyla istədin deyər. Və bu bayaq dediyimiz qəbildən olan hədislərdən birisidir ki, Allah Subhanahu taalaya dua edərkən bu cür Allah təvəssül etmək, Allah Resulü sallallahu əleyhi və səlləm bildirdiyi kimi duanın qəbulu üçün böyük əhəmiyyət daşıyır. Sünəndə və İbn Hibbanın səhihində Ənəsdən rivayet olunan hədisdə deyilir ki, Ənəs Rasulullahla bircə oturmuşdu sallallahu əleyhi və səlləm. Bir kişi namaz qıldı və bu cür dua etməyə başladı. Allahım, səndən diləyirəm, həmd sənə məxsusdur. Bol-bol bəxş edən və göyləri yeri yaradan təkcə sənsən. Ey cəlal və ikram sahibi. Ey hər zaman diri və oyaq olan. Sonra Peyğəmbər sallallahu əleyhi və səlləm buyurdu. O Allaha elə bir əzəmətli adıyla dua etdi ki, onunla dua edilsə, Allah duanı qəbul edər. Onunla bir şey istənilsə, Allah onu bəxş edər. Bu iki hədisi İmam Əhməd Müsnəddə qeyd etmişdir. Və qısaca bir məlumat olaraq da onu deyim, qardaşlar, bu duaların ərəbcələrinin əksəriyyəti Hüsnül Müslim dediyimiz Müsəlman qalası kitabında mövcuddur. Oradan əzbərləmək və yaxud da oradan üzündən oxuyaraqdan dualarda istifadə etmək olar. Tirmizinin Cəmi' əsərində Əsma bint Yeziddən rəvayət olunan hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur. Allahın ən böyük adı bu iki ayədədir. Sizin ilahınız bir olan Allahdır. Ondan başqa ilah yoxdur. O rəhimlidir, mərhəmətlidir. Əl-Bəqərə 163-cü ayə. Və Əl-İmranın başlanğıcı Əlif Ləm Mim, Allahdan başqa heç bir ilah yoxdur. Əzəli, əbədi varlıq odur. Tirmizi hədisin Həsən səhih olduğunu söyləmişdir. Əhmədin Müsnədində və Hakimin səhihində Əbu Hüreyrə, Ənəs bin Malik və Rəbiyyə bint Amirin Peyğəmbərdən rəvayət etdikləri hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurmuşdur. Ya zəl-cəlali vəl-ikram kəlməsindən möhkəm tutun. Yəni onu həmişə təkrarlayın, dilinizdən düşməsin və əlavə məlumat üçün deyim ki, Bədir günü də Allah Resulü sallallahu əleyhi və səllamdan nəql olunan rəvayətdə əlini qaldıraraq o da və yaxud da səcdəsində tam dəqiq xatırlamıram, dua edərkən Allah Subhanahu bu isimlərindən çox istifadə etdiyi nəql olunur. Ya zəl-cəlali vəl-ikram və Əl-İmranda da yuxarıda qeyd olunan Ya hayyu ya qayyum ya zəl-cəlali vəl-ikram. Bu duaları çox istifadə etmək lazımdır. Bunları burada da öyrənə bilərik. Ya hayyu ya qayyum ismi, bir də Ya zəl-cəlali vəl-ikram isimlərindəndir. Çox istifadə edin. Və hətta Peyğəmbər s.ə.v özü nə deyir? Deyir ki, yəni onlardan möhkəm yapışın, onları həmişə təkrarlayın, dilinizdən düşməsin. Tirmizinin Cəmisində keçən başqa bir hədisdə isə Əbu Hüreyrə rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Peyğəmbəri ciddi maraqlandıran bir iş olardısa başını göyə qaldırardı və deyərdi. Subhanallahul azim. Dua edərkən də bu sözləri deyərdi. Ya hayyu ya qayyum. Subhanallahil azim və ya hayyu ya qayyum. Yenə orada Ənəs ibn Malikdən rəvayət olan hədisdə deyilir ki, Peyğəmbərə sallallahu aleyhi və səlləmə bir dərd üz verdikdə deyərdi. Ya hayyu ya qayyum bi rəhmətikə əstəğis. Yəni, ey hay və qayyum olan, rəhmətinlə səndən təvəssül edirəm, istəyirəm. Sənin rəhmətini vasitə edərək səndən istəyirəm. Hakimin səhihində keçən və buna bənzər bir dua da səhər axşam zikirlərində var. Bilirsiniz, Ya hayyu ya qayyum bi rəhmətikə əstəğis, aslih li şəni kulləh və lə təkilni ilə nəfsi tarfətəyn. Ey hay qayyum olan, rəhmətinlə səndən istəyirəm. Nəyi? Bi rəhmətikə əstəğis, aslih li şəni kulləh. Bütün işlərimi asanlaşdır. Və lə təkilni ilə nəfsi tarfətəyn. Məni öz nəfsim ilə bir an belə, bir göz qırpımı belə
baş-başa qoyma. Hakimin səhihində keçən və Əbu Umamədən rəvayət olunan digər bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur. Allahın ən əzəmətli ismi Quranın 3 surəsindədir. Bunlar Əl-Bəqərə, Əl-İmran və Taha surələridir. Qasim deyir ki, mən onları öyrəndim. Bu Əl-Hayyul Qayyumdur. Bu Əl-Hayy, Əl-Qayyum isimləridir ki, bunlar hər 3 surənin üçündə də keçməkdədirlər. Tirmizinin camisində və hakimin səhihində yer alan hədisdə Səid ibn Əbu Vaqqas Peyğəmbər sallallahu əleyhi və səlləmin belə buyurduğunu rəvayət etmişdir. Zünnun balığın qarnında olduğu zaman belə dua etmişdir. Səndən başqa bir tanrı yoxdur, ilah yoxdur, sən paksan, müqəddəssən, mən isə həqiqətən zalimlardan olmuşam. Bu da bildiyimiz məşhur duadır. La ilahə illə əntə subhanəkə inni kuntu minəl zalimin. Bu, bilirsiniz, Yunus Peyğəmbərin duasıdır və müsəlman deyir, Peyğəmbər s.ə.v davam edir hədisində, deyir, müsəlman bununla dua edərsə, Allah mütləq onun duasını qəbul edər. Tirmizi hədis səhih olaraq rəvayət etmişdir. Müsəlman deyir, bununla dua edərsə, Allah mütləq onun duasını qəbul edər. O səbəbdən bir də diqqət eləsəz, burada o bayaq İbnül Qayyimin saydığı dua ardıcılığı var deyə Allah'a həmd etmək, Peyğəmbərə salavat göndərmək, istiğfar etmək. Diqqət etsəz, bu duada La ilahə illə ənt, Allah subhanahu wa ta'alanın təkiyini iqrar etməklə, etiraf etməklə başlayır. La ilahə illə əntə subhanəkə və onu təqdis etməklə və sonrasında günahı etiraf etməklə. La ilahə illə əntə subhanəkə inni kuntu minəz zalimin. Mən isə zalimlardan oldum. Öz günahını iqrar etməklə Allah subhanahu wa ta'alaya başlayır dua. Yenə onun səhihində keçən və Səddən rəvayət olunan başqa bir hədisdə, yəni Səddən rəvayət olunan başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm belə demişdir. Sizə Allahın ən böyük adı barədə xəbər verimmi? Bu Yunisin duasıdır. Orada olan bir nəfər, ey Allahın Rəsulu, bu təkcə Yunisə məxsus idi deyə soruşduqda Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu. Məyər eşitmirsən ki, Allah Taala belə buyurdu. Biz onun duasını qəbul buyurduq və onu qəmdən qurtardıq. Biz möminlərə belə nicat veririk. Biz möminləri də belə qurtarırıq. Ənbiya surəsində və yaxud da digər surələrdə də Allah Subhanahu taala Yunus əleyhissalamın qissəsini zikr edərkən başqa bir neçə yerdə də olmalıdır. Vurğulayır və xüsusilə bildirir ki, deyir və möminləri də bu cürnə qurtararıq. Möminləri də bu cürnə nicata çatdırarıq deyir Allah Subhanahu taala. Ona görə də bu duanı hər kəsin istifadə etməsi lazımdır. Hər hansı bir müsəlman xəstələndiyi zaman 40 dəfə bu cür dua edərsə, bu xəstəlikdən ölərsə şəhid savabını qazanır. Sağalarsa günahları bağışlanmış olar. Və bu hədis də möhtərəm hədislərdəndir. Tirmizinin səhihində keçir və Əlbani də bunu öz səhih hədislər silsiləsində zikr edibdir bu hədisi. Və bu, çox müsəlmanın unutmuş olduğu bir sünnətdir. Ona görə bu hissəsini bir də təkrar edək. Xəstələndiyi zaman deyik, kim 40 dəfə bu duanı La ilahə illə əntə subhanəkə inni kuntu minəz zalimin duası edərsə və təbii ki, bu duadan sonra öz üçün şəfa da diləyə bilər Allah subhanahu ta'aladan və yaxud da xeyirlisini diləyə bilər. Və deyir, nə edər? Şəhid savabını qazanar və yaxud da sağalsa belə onun günahları artıq bağışlanmış olar. Allah subhanahu ta'ala o xəstəliyini hər halda onun günahlarına kəffar etmiş olar. İbn Abbasdan rəvayət olunan Buxari və Müslimin səhih kitablarında keçən hədisdə deyilir ki, Rasulullah sallallahu əleyhi və səlləm bəla ilə üzləşdiyi zaman deyərdi: Əzəmətli və mülayim Allahdan başqa ibadətə layiq ilah yoxdur. Ərşin böyük Rəbbi olan Allahdan başqa ibadətə layiq ilah yoxdur. Göylərin, yerin və ərşin Rəbbi olan kərəm sahibi Allahdan başqa ibadətə layiq ilah yoxdur. İmam Əhmədin müsnədində qeyd olunan hədisdə Əli ibn Əbu Talib deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm mənə bir bəla ilə üzləşdiyim zaman belə deməyimi öyrətmişdir. Həlim və kərim olan Allahdan başqa ibadətə layiq ilah yoxdur. Allah nöqsansızdır, ərşin böyük Rəbbi Allah ucadır. Həmd aləmlərin Rəbbi Allaha məxsusdur. Yenə müsnəddə keçən hədisdə Abdullah ibn Məsud Peyğəmbərin sallallahu əleyhi və səlləm belə buyurduğunu rəvayət etmişdir. Allahım, mən sənin qulunam. Mən sənin qulun və kənizinin övladıyam. Qədərim sənin əlindədir. Keçmişim sənin hökmün, taleyim sənin qərarındır. Allahım, özünü adlandırdığın və ya yaratdıqlarından birinə bildirdiyin, yaxud öz kitabında nazil etdiyin, yaxud da öz nəzdindəki qeyb aləmində, qeyb elmində saxladığın bütün adlarla səndən diləyirəm ki, əzəmətli Quranı qəlbimin payızı, köksümün nuru edəsən və dərd qəmimi aparasan. Kim ona qəm və kədər toxunduğu zaman bu duanı edərsə, izzət və cəlal sahibi Allah onun dərd qəmini aparar və yerinə
fərəh gətirər. Deməli, bu dua da Müsəlman qalasında mövcuddur. Səhv etmirəmsə, kədərli vaxtda edilən duaların içərisində olmalıdır. Orada olanlar soruşdular. Ey Allahın Rəsulu, biz onu öyrənməyəkmi? Peyğəmbər s.ə.v dedi, bəli, eşidən hər kəs bunu öyrənsin. Yəni, əksinə, hər kəs bunu öyrənsin. İbn Məsud demişdir, elə bir Peyğəmbər olmayıb ki, ona bəla üz verdiyi zaman təsbihlə Allahdan yardım diləməsin. Bu, əzəmətli bir sözdür. Allah Rasulü Aleyhisselatü Vesselamın bu sözü və bu Quran-ı Kərimlə də bilirsiniz ki, öz təsdiqini tapıbdır. Qısaca olaraq hansı surələrdə görə bilərik? Məsələn, Hicr surəsində görə bilərik. Və ləqəd na'ləmu ennəkə yadiqu sadrukə bimə yəqulun. Biz bilirik ki, Muhammed onların dediklərini sən qəlbini sıxırsan. Fəsəbbih bihamdi rabbikə və kum minəs-səcidin. Sən Rəbbini təsbih et, ona həmd et və səzdə edənlərdən ol şəklində. Bu ayə və ya buna bənzər fasbir li hukmi rabbikə, sən Rəbbinin hökmünə səbr et və sonra arxasınca yenə Allah Subhanahu taala təsbihi əmr edir ayətlərin bir neçəsində və bu ayətləri Peyğəmbər s.ə.v bu hədisi ilə də tamamlayır və deyir ki, elə bir Peyğəmbər olmayıb ki, ona bəla üz verdiyi zaman təsbihlə Allahdan yardım diləməsin və hətta bayaqki Yunus əleyhissalamın duasında da la ilahe illə ente subhanəkə nə var orada? Yenə də bir təsbih vardır və ümumiyyətlə Tur surəsinin sonunda da eyni şeyi, Tur surəsinin sonunda, Qaf surəsinin sonlarında da eyni şeyi görə bilərsiniz ki, Allah Rasulullah Aleyhisselatü Vesselam səbri Allah Subhanahu taala tövsiyə etdikdən sonra nəyi bildirir və deyir, sən ancaq təsbih et, yəni təsbih et və Allahı zikr et, Rəbbini zikr et. İbn Əbu Dünya Mücabin fi Dua kitabında Həsənin belə dediyini rəvayət etmişdir. Peyğəmbərin sallallahu aleyhi ve sellemin ənsar səhabələrindən Əbu Milak kunyəli bir kişi var idi. Tacir olan bu kişi həm öz, həm də başqalarının malı ilə ticarət edirdi. Onunla da səfərlərə çıxardı. Abid və dindar biri idi. Bir dəfə yenə səfərə çıxdı. Yolda maskalı və silahlı bir oğru ilə qarşılaşdı. Oğru ona, nəyin var, qoy bura. Mən səni öldürəcəyəm. Kişi, canımı niyə alırsan? Sənin işin pulladır. Oğru dedi, sənin pulun mənimdir. Təkcə qanını istəyirəm. Kişi dedi, onda icazə ver, 4 rükət namaz qılım. Oğru dedi, nə qədər istəyirsən qıl. Kişi dəstəmaz aldı, sonra 4 rükət namaz qıldı, sonra səzdədə etdiyi dua belə oldu. Ey sevgili, ey şanlı ərşin sahibi, ey istədiyini edən, ram olunmayan izzətinlə, azalmayan mülkünlə və ərşin sütunlarını bürüyən nurunla səndən bu oğrunun şərrindən məni xilas etməyini diləyirəm. Ey yardım edən, mənə yardım et. Ey yardım edən, mənə yardım et. Son sözləri 3 dəfə təkrarladı. Birdən bir atlı peyda olundu, əlində nizəsi də var idi. Oğru onu gördükdə üstünə atıldı, atlı ona zərbə endirdi və oğrunu öldürdü. Daha sonra atlı kişinin yanına gəldi və dedi, qalx. Kişi soruşdu, sən kimsən? Atam anam sənə fəda olsun. Allah bu gün məni sənin əlinlə xilas etdi. Atlı dedi, mən 4-cü səma əhlindən bir mələyəm. Birinci duanla dua etdikdə səma qapılarında bir gürültü eşitdim. İkinci duanda səma əhli arasında səsküy eşitdim. Sonra 3-cü dəfə dua etdikdə mənə deyildi ki, bu bir bəla ilə üzləşənin duasıdır. Mən də Allahdan istədim ki, o adamı öldürməyi mənə tapşırsın. Həsən deyir ki, hər kim dəstəmaz alar, 4 rükət namaz qılar və bu cür dua edərsə, dərdi olub olmamasından asılı olmayaraq Allah Teala onun duasını qəbul edər. Allaha həmd olsun. Burada dayandıraq. Subhanəkəllahumma bihamdik. Əşhədu ən la ilahə illə əntə əstəğfiruka və atubu ileyk. Sallallahu aleyhi və səlləm və barik alə nəbiyyinə Muhammed.